bir nəfərə öz rəhməti göstərmək istənsə, gələn o yaxşı tanıyasan ki, nə qədər ehtiyacı var. Bütün ehtiyaclarını biləsən ki, onu neyəsən? Ehtiyaclarını ödəyəsən. Bəzi vaxtlar insan qarşı tərəfin bütün ehtiyaclarını bilmədiyinə görə tam kamildə ödəmir. O yenə də boşluq yaşayır qarşı tərəf səndən, sən tərəfdən. Misal, məsələn, ata övladın maddi ehtiyacını ödəyir. Yəni, inir, bu da bir rəhmətdir də. Getdi, ödədi. Nəyə ehtiyacı vardı, aldı, onu verdi. Maddi ehtiyacını ödədi. Amma övladın bir başqa ehtiyacı da var, o nədir? Atasından gözləyir ki, ona şəxsiyyət versin. Fikirlərini önəmsəsin. Onu dinləsin. Bu da övladın ehtiyacıdır. Ata bunun fərqində deyil. Ata bir dənə onun maddi ehtiyacının fərqindədir. Məlumatı atanın bu qədədir. Çünki məlumatı bu qədədir, o qədər ehtiyacını ödəyir. Dəyərini ödəyə bilmir. İşi yarımçıq görür, tam görmür. Amma çünki Allah bikulli şeyin əlim tam mənada məlumatlıdır. Ya'lamu sirrə və ma əxva, gizlini də bilir, aşkarı da bilir. Heç sən elə fikirləmişməmişdən qabaq nə fikirləşirsən, onu da bilir. Tamamilə sənə əhatəli şəkildə muhitdir də Allahın adlarından biri. Bu da bir bəhs olmalıdır. Muhit adı. Güzel nə qədər adı var? Muhit. Çünki tam mənada səni əhatəyə alıb, sənin bütün ehtiyaclarını da bilir. Çünki bütün ehtiyaclarını bilir, rəhməti nədir? Daha genişdir. Qarşı tərəf amma insanda necədir? Biraz məlumat az deyənə az ehtiyacı ödəyir. Məlumat az deyənə mərhəməti də məlumatı qədəridir. Allahda isə tam məlumat var deyənə mərhəməti gör nə boydadır? Ona görə ey rəhimlilərin, ey mərhəmətlilərin mərhəmətlisi.